tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bəzən həyatımızda elə dövrlər olur ki, kiçik bir dəyişiklik belə böyük bir yeniliyin başlanğıcına çevrilə bilir. Astroloji yozumlara görə yaxın günlərdə 3 bürc üçün hərəkətli və maraqlı bir mərhələ başlaya bilər. Bu bürclərin qarşısına yeni imkanlar, gözlənilməz xəbərlər və mühüm qərarlar çıxa bilər. Əlbəttə, astrologiya elmi proqnoz deyil və burada deyilənlər yalnız ümumi astroloji şərhlər və əyləncə məqsədi daşıyır. Hər bir insanın həyatında baş verən hadisələr onun şəxsi seçimlərindən və real vəziyyətindən asılıdır. İlk bürc Qoç bürcləri üçün qarşıdakı günlər daha çox hərəkət və qərarlarla yadda qala bilər. Uzun müddətli təxirə salınan bir məsələ yenidən gündəmə gələ bilər. Xüsusilə iş, pul və şəxsi planlarla bağlı yeni bir addım atmaq ehtiyacı yarana bilər. Qoçlar tələsmədən düşündükləri halda daha düzgün seçim edə bilərlər. Qarşılarına çıxan hər fürsətə dərhal razı olmaq əvəzinə şərtləri diqqətlə qiymətləndirmək daha faydalı ola bilər. Münasibətlərdə isə keçmişdən qalan bir söhbətin yenidən gündəmə gəlməsi mümkündür. Sakit və açıq danışıq bir çox anlaşılmazlığı aradan qaldıra bilər. İkinci bürc tərəzi. Tərəzi bürcləri üçün yaxın günlərdə münasibətlər və sosial çevre ön plana çıxa bilər. Gözlənilməz bir görüş, telefon zəngi və ya xoş xəbər onların əhvalını dəyişə bilər. Bəzi tərəzilər uzun müddətdir düşündükləri bir qərarla bağlı nəhayət öz mövqelərini müəyyənləşdirə bilərlər. Xüsusilə iş və şəxsi həyat arasında balans yaratmaq istəyənlər üçün yeni imkanlar yarana bilər. Maddi məsələlərdə isə diqqətli olmaq vacibdir. Gəlir əldə etmək üçün yeni fikir yarana bilər, amma hər hansı maliyyə qərarını tələsmədən və imkanları nəzərə alaraq vermək daha məqsədə uyğundur. Sevgi həyatında subay tərəzilər üçün maraqlı tanışlıq ehtimalı var. Münasibətdə olan tərəzlər isə qarşı tərəfdən gələn diqqəti daha çox hiss edə bilərlər. Üçüncü bürc balıqlar. Balıqlar üçün bu dövr daha çox daxili dəyişiklik və yeni başlanğıclarla əlaqəli ola bilər. Son vaxtlar onları narahat edən bəzi məsələlər tədricən aydınlaşa bilər. Balıqlar bürcündən olan insanlar yaxın günlərdə öz məqsədləri haqqında daha ciddi düşünə bilərlər. Qarşılarına yeni iş ideyası, yeni əməkdaşlıq təklifi və ya gələcəklə bağlı fərqli bir plan çıxa bilər. Bu bürc üçün ən vacib məqam emosiyalarla qərar verməməkdir. Bəzən hisslər çox güclü olduqda insan real vəziyyəti düzgün qiymətləndirməyi bilər. Buna görə də vacib qərarlarda sakit düşünmək daha doğru seçim ola bilər. Sevgi mövzusunda isə keçmişdən gələn bir xəbər və ya gözlənilməz görüş diqqət çəkə bilər. Bəzi balıqlar üçün münasibətlərdə yeni mərhələnin başlanması mümkündür. Beləliklə, yaxın günlərdə Qoç tərəzi və balıqlar bürcləri üçün hərəkətli və dəyişikliklərlə zəngin bir dövrü ola bilər. Amma unutmayın ki, bürc proqnozları ümumi xarakter daşıyır və hər insanın həyatında hadisələr fərqli şəkildə inkişaf edə bilər.